Salam hər kəsə. Bu Şəbnəm müəllimin sınağının izahı ardıdır. Sınağın ardı deməli burada deməli hansı klauzun olduğunu soruşur. 21-ci sualda 20-yə qədər qeyd edeyim ki, izah eləmişdik. 21-ci sualda hansı klauz olduğunu soruşur bizdən. Deyir, o gəlmədi partiyaya, çünki xəstə hiss eləyirdi özünü. Xəstə imiş deyə gəlməyibsə, burada səbəb var, reason var. Yəni, filan şeyə görə gəlmədi, because'dur, as'dir. Bu ifadələr varsa, deməli bu reasondur. Səbəb var burada. 22-ci sualda məntiqi tamamlayırıq. Jason hər səhər saat 6-da marafon üçün, yarış üçün, qaçış yarışı üçün məşq eləyirdi. Ciddi şəkildə diyet saxlayırdı, junk food yemirdi. Yəni ziyanlı yeməklərdə heç vaxt qaçmağı buraxmırdı, ehmal eləmirdi. Yarış günü də erkən oyandı, diqqətli şəkildə yarışdan əvvəl isinmə hərəkətləri elədi və yarış başlayanda özünü rahat və enerjili hiss eləyirdi. Nəhayət, Jason öz ayaqqabılarını unutdu və yarışda iştirak eləmədi. A variantı məntiqən düz gəlmir. Jason elə yolun yarısında imtina elədi, qətiyyən. Jason marafonu deməli çox belə möhkəm şəkildə qaçdı və güclü şəkildə qaçdı və çox möhkəm şəkildə yarışı tamamladı. Bu düzgündür. C variantı düzgündür. D-də deyir ki, Jason itirdi yolda yarışı, uduzdu da, yəni sonra evə qayıtdı. Xeyr, qız dostu Jason gördü öz qız dostunu və öz fikrindən dəyişdi. Qətiyyən, yəni bu insan yaxşı hazırlaşıb və marafon yarışını keçib. Confuse sözünün düzgün definition istəyir. Confuse sözü çaşmaq deməkdir. Hətta ingilis dilində confused verbs var. Məsələn, raise, rise, lay, lie bu feillər. Yəni, onlar bir-birinə oxşar feillərdir deyə qarışıq salına bilir deyə confuse deyirlər. Confuse sözü deməli çaşmaq deməkdir. Yorulmaq deyil, nəyisə anlamaq deyil, kömək etmək ya da ignore eləmək deyil. Yəni, cavab C variantıdır. Uncertain olmaq, unclear olması, nəyisə aydın olmaması deməkdir. 24-də isə sifətin ardıcıllığında biz birinci fikri bildirməliyik. Rəngdən də qabaq, ölçüdən də, nə bilim, onun formasından da, yaşından da, hər şeydən qabaq, yəni mənsub olduğu mənbədir, materialdır. Bunların hamısından qabaq fikri bilməliyik, opinionu. Fikir nədir? Məsələn, mən bir paltara baxıram, deyirəm, gözəl paltardır. Bu fikirdir. Desəm ki, qırmızı paltardır, bu rəngdir. Desəm köhnə paltardır, bu onun yaşıdır və yaxud yeni paltardır. Desəm ki, italyanskidir, deməli bu onun originidir. Desəm ki, nə bilim, tutaq ki, cottondur və onun materialıdır. Yəni, mən də burada gözəl sözünü görürəm, bu fikirdir. Deməli, başa düşürəm ki, burada yəni neçə dənə sifət var. Baxın, 4 dənə. Biri rəng bildirir, qırmızı. Biri uzunluğun bildirir, onun ölçüsünü, size-ını, long. Biri fikrimizi bildirir, beautiful. Biri də materialın bildirir, ipək. Bunların içərisində ən sonda gələn material sözüdür, yəni ipək sözüdür. Lap axırda paltar gəlməlidir, çünki bu sifətlər hamısı paltara aiddir. D variantında paltarı əvvəldə verib olmaz. Silk sözün ən sona verməliyəm deyə C variantında longu verib deyə olmaz. Fikir bildirdiyinə görə gözəli ən birinci verməliyəm. A variantı ilə E variantı olmaz, cavab B variantı qaldı. Deməli, əvvəl verirəm gözəl, sonra onun size-ını verirəm ölçüsün. Sonra onun rəngini verirəm, color red. Sonra ən axırda da materialını verirəm burada. Deməli, cavab B variantıdır burada da. Burada da bu idi, C variantıydı. 25-də deyir ki, düzgün variant nə olar? Baxın, Mrs. Tyler tək adamdır, bir nəfərdir, bir she-dir. She ilə do deyə bilməliyik, yaxud do she cook deyə bilməliyik, does she cook deməliyik. Ona görə A deyil. B variantında did olanda feilin edi düşməlidir. Ya da feil öz əvvəlki kökünə qayıtmalıdır, əgər kökdən dəyişəndirsə B deyil. C-də did gələndə had have keçməliydi öz əvvəlki kökünə. D variantında had cooked düzgündür. E variantında niyə had cooked səhvdir? Çünki bir yerdədir. Sual cümləsində köməkçi ilə əsas feil bir-birindən ayrılıb ortaya şəxs girməlidir. Deməli, burada ona görə D variantı idi. 26-da bizdən antonimi istəyir. Elastik necə bir bədən quruluşudur? Məsələn, elastik düşünək, asanlıqla əyilə bilən,
Yəni məsələn qol nə bilim qıçın arasından keçir, baş nə bilim əyilir. Yəni hər cürə elastikdir də bədən formaya düşür. Flexible sözü də əyilə bilən deməkdir. Asanlıqla əyilə bilən, tabe olan mənasında da bunu deyirlər. Ancient, historic bunlar bilirik qədimidir. Generous, kind bunlar əlaçıq, mehriban. Prize qiymətləndirməkdir. Criticize tənqid eləmək deməkdir. D variantı antonimdir. E-də isə quiet, still, sakit deməkdir. Our teacher is not going to teach the new grammar today. Bizim müəllimimiz deyir, öyrətməyəcək bugün yeni qrammatikanı bizə. Öyrətməyəcək. Is not going. Going-dən başa düşürük ki, bu to be-nin formasıdır. Has deyil, bu is-dir. Has olan variantları çıxmaq lazımdır. D ilə B variantı ola bilməz. Cümləm not var, inkar cümlədə. To inkar cümlədə işlənməz. A variantı səhvdir. Həzləri də çıxmışdıq deyə B də səhv idi. D də səhv idi. E variantında da yenə also inkarda işlənməz. Cavabımız qaldı bizim üzr istəyirəm C variantı. Deməli is idi deyə iz olanları götürməliyəm. Yəni əmizlardan birini götürməliyəm. Ona görə B ilə D-ni çıxdım. Düz, üzr istəyirəm. B ilə D-ni həzə görə çıxdım. A variantında da to ilə olsunu çıxdım. Onlar inkarla işlənməz. Həm də inkar cümləyə cavab olaraq işlənməz. 28-də düzgün negativ cümləni istəyir. Baxın, does-da da, do-da da, did-də də have işlətmək lazımdır. Does, has deyə bir şey yoxdur. Doesn't, have olmalıydı. Ona görə A variantı səhvdir. B variantında was not some olmaz. Some inkarın gəlməyinə icazə verir, amma inkar özündən sonra some'ın gəlməyinə icazə vermir. C variantı düppədüzdür. She hardly knew each other. Onlar bir-birini güclə tanıdılar. Yəni, tanımadılar mənasını verir, güclə tanıdılar. Hardly sözü cümləyə inkarlıq verən bir şeydir və özünün yanında ikinci inkar ola bilməz. D variantında anybody cümlə əvvəlində gələndə inkar cümlədə işlənmir. E variantında nothing gözü inkardır, ikinci inkara ehtiyac yoxdur. 29-da düzgün reported speech-i tapmalıyıq. Baxın, o dedi ki, bu şey, o dedi ki, mən indi proyekt üzərində işləyirəm. O bunu indi deyir, yəni bu am working zamanıdır. Bu zamanı bir zaman əvvələ atmalıyıq. Yəni burada she said olaraq qalır. She said, she told da ola bilər, tamam. Amma sözü deyən adam she-dirsə, cümlənin davamında o gətirməlidir. O dedi ki, o işləyir. Yəni bu şəkildə A ilə verə bilmərik. Yəni E variantı A ilə verib deyə səhvdir. İndi am working-in, yəni is working-in, to be working-in bir keçmiş zaman əvvəli, bir pillə əvvəlki zamanı hansıdır? Əlbəttə ki, was working. Məsələn, cümlələr verilir. Deyir ki, məsələn, cümləni keçmişə çevir. Uşaq üçün verirsən bunu. Deyirsən, it is my book. Bunu keçmişdə ver. Uşaq deyir, it was my book. Izi bir dənə keçmişə atır. Əmi bir dənə keçmişə atanda was olacaqdı. Ona görə də burada cavabımız she said she was working olmalıdır. Yəni ya B-dir, ya D-dir. D-də nə onu olduğu kimi saxlayıb, zaman zərfi də dəyişməlidir. Ona görə B variantıdır. Gəldik 30-cu suala. Burada bizdən gerund istəyir. Deməli, apostrof S-dən sonra gələn ING-lər gerund ola bilməz. Bu zaman zərfidir də present continuousdur. Yəni teacher discussing, müzakirə edir, is discussing. E variantına baxın. Ortada why are the babies crying? Niyə uşaqlar ağlayır? Are crying. Bu da gerund deyil. A variantı ilə E variantı eyni şeydə davam edən zamandır. Bu şəkildə çıxa bilərsiniz. B variantında ya da C-yə baxıq. C variantında smoking sözü gerund kimi görsənir iç baxışdan. Görək tərs bildirir. Onu siqaret çəkərkən gördüm. Yəni onu bir tərs bildirir burada. Məsələn, deyirəm, o qaçarkən yıxıldı. Qaçarkən o hərəkət eləyirmiş orada. Ona görə də burada tərs bildirdiyinə görə C variantı da düzgün deyil. Qaldıq D ilə B variantı. D variantında while-dan sonra gələn ING gerund olur. Amma zaman zərfi zaman bildirmirsə, saatlarla işləyərkən o anladı ki, işi bitirmək çətin imiş, vaxtında bitirmək çətindir. Yəni burada bu da gerund deyil. B variantına baxırıq. Qərar verdi siqaret çəkməyi xəstələnəndən sonra atsın. Siqaret çəkməyi bu gerunddur. Afterdən sonra gələn getting də yenə də gerunddur. 31-də hanging there sözü asılı qalmaq, yəni yapışıb bir şeydən qalmaq imtina etmək demək deyil B variantındakı kimi. Əksinə imtina etməməkdir. Yəni not give up. Yəni bir şeydə persistent, inatkarlıq eləyərək qalmaq
imtina etməmək. Xüsusən də bu difficult situation, çətin situasiyalarda söhbət gedir. İmtina eləmirsən, o həngində yerdə asılıb oradan qalırsan. 32'de ise she decided to postpone the meeting due to unforeseen circumstances. Görünməz məsələlərə görə o iclası təxirə salmağa qərar verdi. Yəni iclasdan vaz keçdi. İclası ertələdi də elə bil ki. Görünməz, bilinməz bir səbəblə. A variantında deyir ki, o iclası xəstələndiyinə görə dayandırdı. Axı bizə bunu verməyib. B-də deyir ki, imtina etməli oldu. Gözlənilməz hadisələrə görə, bəli, unexpected sözü unforeseen sözü ilə sinonimdə. O deyir, iclası ləğv elədi, atladı, məqsədli şəkildə, məqsəd yox idi. Gözlənilməz hadisələrə görə elədi bunu. She moved the meeting forward to an earlier time. Daha erkən vaxtda iclası keçirtdi. Belə bir şey yoxdur. Ümumiyyətlə təxirə saldı. 33'də isə izah deyir, elə nə idi ki, heç kəs daha heç bir sualı olmadı. İzah deməli aydın imiş ki, kiminsə heç bir sual qalmayıb da. İzah o qədər aydın idi ki, heç kəsin sualı qalmadı heç. Confused deyir, izah elə çaşdırıcı idi. Çaşdırıcı izah olsaydı kiminsə sualı olardı. Unclear, aydın olmayan olsaydı yenə də sual olardı. Accurate sözü dəqiq deməkdir. Akkuratlı deyirlər, dəqiq. Inaccurate isə dəqiq olmayan, qeyri-dəqiq. Distracted isə fikri yayındıran bir izah idi. Əgər belə olsaydı suallar çox olardı. Heç bir sual belə qalmadısa, deməli o qədər aydın izah olub ki, C variantı, yəni burada düzgün cavabdır. 34'də görək yazıcının burada məqsədi nədir? Bizə nə demək istəyir? Çoxlu insanlar deyir, inanırlar ki, sağlamlıq üçün 8 stəkan bir günə su içmək lazımdır. Amma son araşdırmalar təklif edir ki, insan gün ərzində müxtəlif faktorlardan asılı olaraq suyu içmə miqdarı dəyişə bilər. Məsələn, aktivlikdən, yaşdan, iqlimdən, məsələn, mən də eləyəm. Tutaq ki, yaydasa suyu çox istəyirəm, qışdasa yox. Və buna deməli, xüsusi bir rəqəmə fokuslanmaq yerinə, yəni məsələn, bugün 8 stəkan içməliyəm, bu sözü demək yerinə, ekspertlər deyirlər ki, haçan susuz hiss edirsənsə, onda içkini iç, suyu iç və idrarından da əmin ol ki, açıq sarı rəngdədir. Və burada deyir ki, bu mətndəki müəllif bizə nə demək istəyir? D-də deyir ki, mübahisə eləyir insanlarla ki, ehtiyac yoxdur su içməyə tamamilə. Niyə? C-də deyir ki, oxuculara məlumat verir ki, son su üzərindəki araşdırmalar barədə, bəli, inandırır insanları daha çox su içməyə, 8 stəkandan da daha çox, belə şey yoxdur. Ya da öz şəxsi hekayəsini bölüşür su içməyə barədə, belə bir şey yox idi. Nida cümləsində yadımızda saxlayaq. How-dan sonra E artiklı gələ bilməz. A ciddi. B variantında yadımızda saxlayaq. What-dan sonra sifət gələ bilər, amma zərf gələ bilməz. Yəni ona görə, yəni sifət ismi aid olur deyə gələ bilər, amma zərf gələ bilməz. C variantında qalsın. Hər şey doğru görsənir, qalsın. B, C variantında cavabımız. D variantında bəs səhv nədir? Onu vermişəm. Incredible sifətdir. Idea sözünün Z-si var. Burada ideyanın bərabər olduğu itə ehtiyac yoxdur. Bu what-a məxsus bir şeydir. E variantında yenə də what-dan interestingly sifət gəlib olmaz. 36'da deyir ki, mədəmdə kelebəklər uçuşuyor. Türkçə desək, demək ki, mən özümü necə hiss edirəm? Həyəcanlı. Görək burada hansı olacaq? John deyir, buna ən yaxşı situasiya nə ola bilər? John skamyada uzanıb mahnıya qulaq asır, dalğalara qulaq asır, üzr istəyirəm. Onda onun niyə o həyəcanlı və gərgin olsun ki? Sara oturub öz sevimli kitabını oxuyur yatağında. Gərgin olmağına ehtiyac yoxdur. Alex böyük bir tamaşaçı qarşısında prezentasiya hazır verməyə gözləyir. Alex də burada mədəsində kələkbəklər uçuşan Alex də. Çünki gərgindir, həyəcanlıdır. 37'də deyir ki, 37'də cümləni qurmalıyıq. Əlbəttə, cümləyə bir şey demədən A variantı ilə başlaya bilmərəm. Burada B ilə var, baxaq. Hey, do you have any plans for the weekend? Deyir, hey, sənin həftə sonuna planın var. B-dən sonra C gələ bilər, görək D. D-də deyir ki, mən xüsusi heç nə, yəni bu cavab daha yoğundur. Xüsusi heç nə yoxdur. Fikirləşirəm ki, piyada yürüyüş eləyərəm. Qoşulmaq istəyərsən. C variantı ona deyir ki, görək nə oldu? Deməli, B-ni dedi.
B-ni deyəndən sonra baxın, B-ni dedi, məsələn, kimisə deyir ki, həftə sonu boşsan. İkinci adam ona deməz ki, bazar günü boşam, 6-cı gün boşam, olar 2. Yəni bu ona bir şey demədən o niyə desin ki, olar 2? Yəni bu sözü deməz. B-dən sonra C gələ bilməz. Ya da C variantında durub birdən-birə boşam mən, olar 2 deyə bilməz. Ona görə C variantı ilə başlaya bilməz. E variantında perfect, əla deyə bilməz. Yəni nəsə desin ki, mən perfectiyim. Cavab qaldı A variantı. Deməli, planın varmı soruşur. Bu deyir ki, xüsusi heç nəyim yoxdur. Piyada yürüyüş eləmək istəyirəm. Qoşularsan. A deyir, əlbəttə, əla, nə vaxt? C bu deyir ki, boşam, falan vaxtı. 2 civarı olar. Bu da deyir, əla, hə. Nəsə gətirməliyəm. Bu da deyir ki, biraz su ilə atışdırmalıq gətir. Mən də xəritə gətirəcəm. 38-də isə modal feilin düzgün işləndiyi cümləni istəyir. Baxın, birincidə need-dən sonra more time gəlibsə, bu düzgün deyil. Bu modal deyil. Çünki modalın adına baxın. Modal ardıca verb. Yəni modal sonra feil verməliyəm. Bir də modaldan sonra feil yoxdur. 2 düzgündür. Needn't explain feildir o. Modal feil. Bu düzgün gəlir. Üçüncüdə had to-dan ayırıb olmaz. Dördüncüdə have to bir yerdə də olar. Deməli, mənim cavabım 2 ilə 4 idi. B variantıdır. 39-da isə deyir ki, hansı düzgündür? He made me to cry səhvdir. Çünki made-dən sonra, make-dən sonra to gələ bilməz. Ona görə bir olan variantlar olmaz. 2-də kauzativ icbar növdür. İcbar növün qaydasını yadımıza salaq. Qoddan sonra əgər cansız gəlirsə, feilimiz peyçi olmalıdır, yəni edili olmalıdır. Tyler's got their house painted olmalıydı. O zaman mənim cavabım 3-4 qaldı da. 3-4-5. Yaxşı, baxaq uça. Görək düppədüzdür. Watchdan sonra playing verib düzgündür. Watch ikinci qrupdur. Ya tam sadə play ya da playing istəyir düppədüz. Tool istəmir. Let özündən sonra gələn feili tam sadə istəyir. Drive düppədüz. 5 isə qotla had eyni şeydə özlərindən sonra cansız isim gələndə feili edili peyçi istəyirlər. Burada da haddən sonra my car gəlib servis düzgündür. 40-da mübtədi ilə xəbərin düzgün işləndiyi cümləni istəyir qurlaşmasının. Markla onun atası has been working for the company for many years. Burada have də ola bilər, has də ola bilər. Baxır bizim məntiqimizə. Mən deyə bilərəm Mark və Eltonun atası 2 nəfər ayrı-ayrı. Have been working, bu da düzgündür. Mark və Eltonun atası, yəni burada Markla Elton qardaşdır. Ataları bir dənə adamdır. Has been working deyə bilərəm. Hər iki formada düzgündür. Yəni burada başqa deməli axtarma ehtiyac yoxdur. B-yə baxaq. Məqalələrin yarısı was-dan, your-dən olmalıydı. Buruq saçlı və mavi gözlü qız. Söhbət qızdan gedir, gözlərə baxmırıq orada, ya əndə baxmırıq orada. Şirin idi, was cute olmalıydı. Numberla xəbər həmişə cəm olur. $50, 2 manat, bu kimi ifadələr pul vahididir. Bunlarla xəbər təkdə olmalıdır. Collaborate sözü də birlikdə əməkdaşlıq etmək deməkdir, yəni birlikdə işləmək deməkdir. To work together. Menecer xahiş elədi heyətdən yeni proyekt üzərində birlikdə çalışsınlar. Yəni birləşsinlər. Yəni work'dır burada. Work together'dır burada. 42-də isə evaluate sözü deyir ki, biz gərək burada məşqin effektivliyi, nə qədər effektiv olmağın bir yoxlayaq, bir nəzərdən keçirək. Yəni C variantı. A-da deyir, gərək inkişaf elətdirək. Nəyi inkişaf elətdirəcəm? Ignore eləyək, decrease eləyək, yəni coordinate eləyək. Yəni bunlar düzgün deyil. Burada düzgün variant var idi ki, mühakimə eləyək, bir gözdən keçirək, yoxlayaq, yəni assess, judge. 43-də mətnin ideyasını soruşur bizdə. İdeyasını soruşur. Baxmayaraq ki, proyektdə problemlər ortaya çıxmışdı, uzun vaxt tələb eləyirdi. Komanda bunu vaxtında tamamladı. Klientdən də razılıq aldılar. Deməli, komanda A variantda deyir, uğursuzluğa uğradı, xeyir. B variantında deyir, asan idi, elə söz demir, deyir, əksinə challenging, yəni çətin idi də, problemli idi, çətinlikləri var idi, amma vaxtında hazırlanılıb. Despite difficulties, çətinliklərə baxmayaraq komanda uğur qazandı və klientdən də razılıq aldı. Proyekt şeyə görə uzun vaxt apardığına görə ləğv edildi, xeyir. Vaxtında hazır oldu. Niyə görə klient deyir, yəni razı salındı, yaxşı oldu? Çünki komanda erkən hazırlamışdı. Xeyr, erkən hazırlamamışdı. Vaxtında hazırlamışdı. Baxın C variantı. B-də deyir ki, çünki proyekt çox sadə idi.
Yox. Deydə də deyir ki, komanda daha çox vaxt istədi. Xeyr, çox işlədilər, özdə çox işlədilər, əzmlə işlədilər və delivered on time, vaxtında göndərdilər, çatdırdılar. Deməli, burada a few problems cəm olduğuna görə was olan variantları, yəni D ilə i çıxın. Cavab A-dır, B-dir, C ola bilər. Söhbət yesterday'dən gedirsə, zeranı da çıxıram. Cavab qalsın B variantı ilə C variantı. Deyir ki, dünənləri internet əlaqəsi ilə bağlı biraz problemlər onlar idilər. Yoxsa problemlər var idi, amma həll edildi. It was solved. Yəni burada cavabımız onsuz da B variantında uzlaşma da düzgün deyil. Vörnəniz olmaz. Make-upda isə, make-up'ı gəlin məntiqlə eləyək də. Make-upda baxın, burada she ilə cümlə başlamalıdır. Çünki cümlənin ortasında she gələ bilməz. Deməli, C variantı getdi. She-dən sonra biz burada feil verməliyik. Feilimiz də burada she, burada görək nə olacaq? She used ola bilər. Hə, o vərdiş eləmişdi, məsələn, belə bir şey. She used, məsələn, baxın, D variantında she afraid verib ola bilməz. She is afraid ola bilərdi. She used afraid of, she was afraid. Yəni bu ona görə D variantı deyil. Biri C-ni usta çıxmışdıq. Sonra burada nələri diqqət edək? Bir də of nəyində? Afraid-in, düzdür? Afraid of prepositionda da var. Yəni ikinin yanında 4 gəlməlidir. B variantı yox, onda A variantıdır. Yəni cavab olur she used to be, she used to be, yəni vərdiş eləmişdi. Görək nəyə? Afraid of speaking in public events. Yəni ictimai yerlərdə, tədbirlərdə danışarkən qorxmağa vərdiş eləmişdi. Yəni danışarkən qorxurdu. Of-dan da sonra speaking gəlməlidir. Yəni gerunddur da, söz önündən sonra gəlib o. 47-də uyğun söz istəyir bizdən. Tapaq bu sözlərin əvvəl mənasını. Complain, şikayətlənmək, achieve, nail olmaq, invent, ixtira etmək, find out, həll etmək, improve, inkişaf etdirmək. O çox çalışdı və məqsədinə, neynədir? Çatdı, nail oldu. B variantı. Çatdı və uğur qazandı. 48-də sən omlet istəyirsənsə, gərək 2 dənə yumurta qırasan ya da 1 dənə yumurta qırasan. Bu idiom nə deməkdir? Bu həqiqətən də yeməklə bağlıdır. Əlbəttə, xeyr. Bu yeməklə bağlı deyil. Yəni, baxın, A variantı ilə C variantı tamamilə səhvdir. Burada deyir ki, sən omlet istəyirsənsə, yumurta qırmağa məcbursan. Yəni, bir şeyə nail olmaq istəyirsənsə, bir şeylərdən vaz keçməlisən, imtina etməlisən. Yəni, qurban verməlisən ki, nə isə o istədiyinə çatasan. B variantı. Sacrifice something, nə isə qurban verməlisən. Cookingdən, eggsdən ya da söhbət getmir. Tələsməkdən söhbət getmir. Planları təxirə salmaqdan söhbət getmir. Storm deyir burada tufan. Görək deyir mətnin ardıcası isə burada nə olacaq? Elə bir mətn danışıram. Deyirəm ki, təxmin et sonra nə oldu? Səncə sonra mən neynədim? Tufan deməli işıqları söndürmüşdü, külək vıyıldayırdı, nə bilim yağış pəncərəni döyürdü, Emma şam yandırdı və ailə yığışdı bir yerə. A variantında deyir ki, onlar bir yerə toplaşıb board games oynadılar, yəni lövhəüstü oyunlar oynadılar. Vaxtı keçirmək üçün. Bəli, bu düzgündür. Yəni board games masa oyunu oynadılar. Onlar da işığı yandırıb, şamı yandırıb qoyub işıq sönəndən sonra ortaya, məsəl üçün başlayıblar tahmin oynamağa. Ola bilər də ailə yığışıb bir yerə, işıq sönüb, telefona baxan yoxdur, oyun gətirdilər, oyun oynayırlar. B variantında Emma sörf eləməyə getdi. Tufanda, C-də Emma işıqları yandırdı. İşıq elektrik kəsilib axı bütün hər yerdə necə yandıra bilər? D variantında da deyir, ot biçirdi, nə bilim, biçin eləyirdi. Yəni, gecənin qaranlığında, tufanda, gecənin qaranlığı deyil, amma tufandır da, qasırğadır çöldə. 50-də isə təyyarə, görək neyniyəcək? Burada mənasına baxsaq, yəni take off-un mənası 6-cı sinifin sözü olmalıdır, havaya qalxmaq deməkdir. Elə baxan kimi görürük ki, burada take off-da. Yəni take off mənası havaya qalxmaq. Aeroport, təyyarə 6:30-da havaya qalxacaq. Beləliklə biz tezliklə aeroporta çatmalıyıq. Gərək tez gedək aeroporta. Çünki havaya falan vaxt qalxacaq. Take off. Belə.